sən telefonda bir dənə şeylə birdən 10-a kimi rəqəmləri söyləyərsən də yaxşı. Əsas o idi. Mən düşünürəm ki, əsas futbol. O vaxt çətin idi təbii ki, oğlanlarla qızın futbol oynaması. Bəlkə də ona görə sırf futbolçu oldum. Hələ də Azərbaycanda qadın futbolu düşüncəsi formalaşmayıbdı. Bizim hədəfimiz qadın futbolunun inkişafı olub. Şişirdilmiş. Belə oyunçumuz yoxdur. Mən onu yalan deyəmərəm. Orada olduğun təklik sənə nə öyrədibdi? Onlar yığma komandanın pulunu dağıdırlar. Özünü sübut etmək üçün oğlan futbolçulardan 2 qat çalışmalı olduğunu heç hiss eləmisən? Ona qədər də bizə qarşı artıq həmişə kimi bir baskılar, bir təpkilər olurdu. Bir çox insanlara başa sala bilmirsən ki, hər kəs öz ölkəsini təmsil eləyir. Yetər ki, sən onu dilivə gətirdinən ki, mənim ağrım var. Çətin tərəflərini artıq mən bir neçəsini sadalamışam, amma hər işdə çətinliyi var. Gənc qızlara, xüsusən də futbol oynamaq istəyən qızlarımıza nə demək istəyirsən? Düşünürəm ki, anam məndən az da olsa qürur duyur, çünki mən onun əsəriyəm. Salam əziz Portalk izləyiciləri, bugün yeni qonağımla qarşınızdayam və mənim bugün qonağım Azərbaycan Milli Yığma komandasının kapitanı Sevinç Cəfərzadədir. Xoş gəlmisən. Salam, çox sağ olun. Xoş gördük. Uzun müddətdir Azərbaycandan kənardasan. Necə hissdir? Əslində hardasa 9 ilə yaxındır, bəli, mən artıq öz ölkəmizdən kənarda çıxış edirəm. Amma belə bir neçə aydan bir milli komandanın təlim məşq toplanışlarına gəlirəm və ya belə deyim də çempionat bitəndə də bizə 2-3 həftə istirahət verirlər və ya 1 ay, onda da evə gələ bilirəm. Ölkədən kənarda olmaq necə hiss elətdirir? Təbii ki, belə deyim də o qəribçilik var, istər-istəməz təksən, amma yəni mən öyrəşmişəm, yəni alışmışam. Və belə deyim də sadəcə çıxıb ölkədən gedib bir yerdə yaşamıram. Yəni məqsədlərim uğrunda mübarizə aparıram. Ona görə də hər çətinliyi öhdəsindən gəlməyə çalışıram. Biraz əvvələ qayıtsaq, Sevinç necə başladı futbola? Mən uşaq yaşlarımdan başlamışam futbol oynamağa. Belə deyim, yəni qardaşımla, atamla, məhəllədə, qonşumuzda olan uşaqlarla futbol oynayırdım. Sonra bir müddətdən sonra artıq mən belə deyim, Lənkəranda Bəxtiyar Mirsadıqovun komandasında çıxış etməyə başladım. Yəni müəllimlər mənə şərait yaratdılar ki, oğlanlarla məşq eləyim və belə deyim də, o vaxt çətin idi təbii ki, oğlanlarla qızın futbol oynaması. Buna baxmayaraq, yəni mənə əllərindən gələn dəstəyi göstərdilər. Məşq yoldaşların oğlanlar idi də. Sənə nədəsə güzəştə gedirdilər? Nədəsə deyiləndə bir çox şey ola bilər. Təbii ki, bir çox şeylərdə təbii ki, güzəşt edirdilər. Oyun müddətində, məşq müddətində. Amma yox, belə bir şeyi xatırlamıram. Yəni orada belə deyim də, qızdır, məsələn, yavaş oyna, yəni idmandır. Xatırlamıram. Təbii ki, onlar özləri yəqin ki, mənə qarşı yəni biraz sərt oynamayıblar, amma xatırladığım qədərilə dalaşmışıq. Belə anlarımız da olub. Amma yəni məşqdir, oyundur, yəni mən uşaqlıqdan elə görmüşəm. Bax, komandanın içində tək qız olmaq necə hiss elətdirirdi? Mən çox səmimi insanam. Hal-hazırda birsiz xatırlaya bilmirəm. Desəm ki, elə hiss eləyirdim, belə hiss eləyirdim, doğru olmaz. Amma belə deyim, biraz qıraqdan baxan insanlar tərəfindən sıxılırdım. Amma öz komanda yoldaşlarım tərəfindən xeyr, qəbullanmışdım. Artıq onlar mən onları, yəni necə deyim, yəni özümü yad hiss eləmirdim oğlan komandasının içində. Nəyə görə futbol, yəni başqa idman növü də ola bilərdi? Düz deyirsiniz, ola bilərdi. Belə deyim, yəqin ki, bu biraz atamdan, qardaşımdan gələndir. Belə deyərdiniz, irsi, ya da bilmirəm. Yəni bu futbolda daha çox talantlı olmuşam. Amma ona baxmayaraq
bir şey qeyd etmək istərdim. İdmanın bütün növlərini sevirəm. Yəni fərq etmir. Bəlkə soruşsa şahmatla da məşğul olmuşam, yarışlara getmişəm məsələn. Yəni şahmatda da davam eləyə bilərdin də. Nəyə görə imeni gəldin, futbolda dayandın, qərarlaşdın ki, bu sənin tam sənə uyğun idman növüdür? Belə deyim, mən artıq bu haqqda danışmışam. Biz rayonda, Lənkəran rayonu Verabul kəndindənəm. O vaxtlar bizim qoyunlarımız, təsərrüfatımız yəni var idi. Onların yanında qalmaq üçün vaxt, yəni ona görə topum vardı. Həmişə topla, yəni oynayırdım qardaşımla bir yerdə, məhəllədəki oğlanlarla, qonşularımızla falan. Bu artıq hər gün olan bir hala çevrilmişdi və daha çox belə deyim, insanlar tərəfindən və ya hiss etdiyimdə, yəni daha çox bu yöndə talantlı idim, bacarıqlı idim. Bəlkə də ona görə sırf futbolçu oldum. Amma heç də peşman deyiləm, amma ikinci dəfə həmişə mənə belə bir sual olur, ikinci dəfə dünyaya gəlsən, yenə futbolçu olarsan. Bilirsiniz, bu çox yaxşı sualdır. Cavabı da hər gün mənim üçün fərqli olur. Əgər bir İngiltərə olsa, nə bilim, Norveç olsa, futbolçu olmaq istəyərəm. Amma Azərbaycanda məsələn çox çətindir. Hansı tərəfləri daha çox çətin gəlir? Tək futbolçu yox, yəni idmançı olmaq bir qız üçün mən düşünürəm ki, çətindir. Hələ də cəmiyyət bunu qəbullamır və niyə qəbullamır özləri də bilmirlər. Mentalitetimiz. Amma yenə buna baxmayaraq bunun uğrunda mübarizə aparan insanlar var. İstər qadın futbolu olsun, istər güləş olsun, istər judo olsun, fərq eləmir. Düzdür. Və mən düşünürəm ki, bəlkə də idman bu həyatda sahib olduğumuz ən yaxşı bir şeylərdəndir. Fərq yoxdur, professional məşğul olursan və ya özün üçün qeyri-peşəkar fərq eləmir. Çünki həqiqətən necə deyirlər, su həyatdır, yəni mənim üçün də idman həyatdır. Belə deyim, çox istərdim ki, artıq gecdir, amma yəni xəyallarımdan biri də olub ki, tək idman növündə də özümü sınayım. Yəni. Hansı idman növündə sınamaq istəyərsən? Yəni, güləşçi olmaq istəyərdim. Güləşçi? Belə Paxotkanda var. Hamı məni əslində belə güləşçi kimi bilir. Deyirsən, ilk sual tanımayan insanlar, məsələn, soruşur ki, güləşçisən. Deyirəm, yox, futbolçuyam. Ya da döyüş idman növü olardı. Yəni. Onu da sırf bilsiz nəyə bağlayıram. Məsələn, tək idman növündə təksən də, yəni. Tək mübarizə aparırsan, hər şey sənin əlindədir. Bəli, amma bu o demək deyil, mən futbolu sevmirəm və ya komanda idman növünü sevmirəm. Sadəcə, yəni, o yöndə də özümü sınamaq istəyərdim. Professional da olmasa, qeyri-professional məşğul oluram, yəni boş durmuram. Niyə də yox, məncə əlindədir, yoxlaya bilərsən. Belə yaxşıdır. Öz işimi sevirəm. İlk dəfə Azərbaycan millisinin formasını geyinəndə nə hiss etmişdin? 16 yaşım vardı. Biz Uelsə getmişdik. Və A milli komandamız var idi. A milli komandada 16 yaşım tam olduğuna görə mən də artıq oynaya bilərdim. Uelsə qarşı oynamışdım, bir də Çexiyaya qarşı. Çox gənc idim, sevincimin həddi hududu yox idi. Bir də o yaşda milli komandanın formasını geymək, yəni belə deyim də, hər insana nəsib olmur. Yəni A milli komandadan söhbət gedir. Belə xatırlayıram, Uelsə qarşı idi, yəni çox həyəcanlı idim, amma belə yaxşı oynamağı qarşıma, yəni məqsəd qoymuşdum ki, necəsə komandaya xeyrim dəysin ki, yəni məşqçilərin və ya mənə olan güvəni doğruldum. Baxmayaraq ki, o oyunda biz məğlub olmuşduq, səhv eləmirəmsə hesab da böyük olmuşdu. Bu olub 2010-cu ildə. Amma xatırlayıram, bizim administrator məni çağırırdı ki, bəs aşağıda səndən avtoqraf almaq istəyən uşaqlar var. Elə xatırlayıram o oyunu. Hələ də Azərbaycanda qadın futbolu düşüncəsi formalaşmayıbdı.
belə deyim, son illər verdiyimiz nəticələrlə bunu formalaşdırmaq üçün mübarizə aparırıq. Və düşünürəm ki, bu yolda biz əlimizdən gələni edirik. İstər məşqçilərim tərəfindən olsun, istər komanda yoldaşlarım tərəfindən olsun. Bilsiz, görünən hissə sadəcə sosial şəbəkə ola bilər. Məsələn, bir şəkil qoyduq, amma onun görünməyən tərəfləri var ki, bir insanlar orada mübarizə aparırlar. Yəni, qadın futbolunun inkişafı üçün. Amma məsələn, çox təəssüf ki, yəni onu toplu, yəni cəmiyyət onu görmür və sadəcə nəticəni görürlər. Allah göstərməsin, nəticəmiz pis olanda, yəni deyilməyən söz qalmır. Amma bir şeyə əmin ola bilərsiniz ki, mən artıq neçə ildir milli komandanın üzvüyəm. Biz həmişə əlimizdən gələni edirik ki, öz ölkəmizin adını həmişə yüksəklərdə dalğalandıraq. Yəni öz bayrağımızı, himnimizi. Məqsədimiz bu olur. Məsələn, xoşuma gəlməyən bir şeylər var ki, yazırlar. Düzdür, mən insanları qınamıram, hər kəsin azad fikri var. Amma bilib-bilmədən, məsələn, baxarsan, bəlkə də o insanın futboldan başı çıxmır və ya yaxından, uzaqdan futbola heç əlaqəsi yoxdur, amma yazırlar, yəni qadın futboluna yatırılan pullar, nə bilim, nəyəsə yatırılsaydı belə olardı, hansı pullar və ya yazırlar ki, məsələn, bunların aldığı o böyük məbləğli pullar nəyə görə bunlara verilir, hansı pullar? Əslində realda necədir bu? Əslində realda elə deyil və bu normal bir şeydir, bu haqda danışmaq. Burada gizlədiləsi heç nə yoxdur. Mən bunu bizi tanıyan hər kəs bilir ki, biz uzun illər pulsuz oynamışıq. Yəni, sut üstünə deyilən bir şeyə oynamışıq. Yəni, çox cüzi bir şey. Yəni, ondan heç nəyinə, heç bir dərdinə. Amma biz yəni onu düşünməmişik. Bizim hədəfimiz qadın futbolunun inkişafı olub. Bizim hədəfimiz ölkəmizi yaxşı təmsil eləmək olub. Müəyyən bir müddətdən sonra, belə deyim də, bizim A milli komandada, mən sırf A millidən danışıram, 7-8 ildir yaranıb. Yəni, çox gənc komandadır. Yəni, baxarsınız, bu 7-8 ilin içində, yəni, ilk başlayanda təbii ki, çətin olur. Qızların 17, 18, 19 yaşları var, baxırsınız. Amma gedib çıxırsan, İspaniyaya qarşı oynayırsan. Təbii ki, orada hesab böyük olur. Amma insanlar onu düşünmürlər, məsələn. Həmən, məsələn, baskı, təpki verirlər ki, bunlar niyə belə ucuzdur? Dünənə qədər adicə qadın futbolu deyil, kişi futbolunda belə, yəni, belə mübahisələrlə qarşılaşırdıq. Yəni, qəbul etmirdilər. Bugün indi, məsələn, Qarabağ gəlib bir yerə çıxır və deyirlər ki, hə, bizdə, məsələn, futbol var. Yavaş-yavaş qəbullanmağa başlayır. Amma qadın futboluna qarşı ön yarğı dəhşətli dərəcədə çoxdur. Qadın nədir, futbol nədir? Bilirsiniz, hər kəsin fikrinə hörmətlə yanaşıram. Yenə də dediyim kimi, yəni insanlar fikirlərində azaddır. Sadəcə bilən insanlar bilir, yəni bizim verdiyimiz mübarizəni. Yəni bilmədən danışanlar çoxdur. Bilməyədən məsələn qınayanlar çoxdur. Amma belə deyim də, o yaxşı insanları da unutmaq olmaz. Yəni mən onlara da sizin vasitənizdən təşəkkür edirəm. Yəni bizi onsuz da tanıyan insanlar bilir ki, valla yəni oyuna necə hazırlaşırıq. Bax, belə bir şey deyim sizə. Biz 2 il əvvəl UEFA Millətlər Liqasında C qrupunda 6 oyundan 5 qələbə, 1 heçəçənlə qrup lideri kimi qrup B-yə yüksəldi. Bax, indi soruşsan, həmən insanlar heç kim onu bilmir. Xatırlamırlar. Sərf eləmir bəzilərinə. Başa düşürsünüz necə? Amma görün necə nəticə vermişik. Tamam, ola bilər bir neçə jurnalistlərimiz bunu işıqlandırdı və ya federasiyanın saytında bunu yerləşdirdilər. Amma o yəni toplu onu görmədi və ya görməzdən gəldi və ya bizi az işıqlandırdılar. Sonra ardınca gəldən. Biz qrup B-yə yüksəldik. Qrup B-də rəqiblərimiz İsveçrə, Macarıstan, Türkiyə.
Bu rəqiblərin arasından da yəni 4 xal toplayıb play-offa getdik. Rəqibimiz oldu Portuqaliya. Yenə bizdən danışan yoxdur. Danışan var, o sadiq azərkeşlərimiz var, ailələrimiz, dostlarımız və həqiqətən də o sadiq insanlar var ki, yazarlar, təbrik eləyərlər və ya yenə də dediyim kimi, bəlkə bir dəfə televizorda göstərərlər, göstərməzlər, bilmirəm. Hə, olub belə. Və ya bir neçə jurnalist bunu işıqlandırar. Yenə də amma o qədər paylaşılmır. Artıq play-offdayıq, bizdən danışan yoxdur. Elə ki, play-offda Portuqaliya millisinə uduzduq, məsəlsin. Hamı onu danışır. Başa düşürsünüz necə? İndi bir idmançı olaraq, bu psixologiya ilə bilmirsən nə ilə mübarizə aparasan. Play-offa qədər gəlmişəm, yəni gəlmişik, yəni bunu, yəni elələri var, görür görməzdən gəlir. Yəni elələri var, məsələn, qızların, məsələn... Bax, burada sual çıxır da, nəyə görə məğlubiyyətdən bu qədər danışıb, qalibiyyətdən danışmırsınız? Məncə, mən düşünürəm ki, bəlkə də bu qadın olduğumuza görədir, qız olduğumuza görədir. Amma yenə də təkrar vurğulamaq istəyirəm ki, bizə sadiq insanlarımız da var. Bizim qalibiyyətimizi görüb, belə deyim, təbrik edənlər və ya kommentariya yazan insanlar da var. Məsələn, bəlkə də futbolun əlaqəsi yoxdur, amma öz fikrini müsbət bildirir. Məsələn, insanlar istədiyi sözü ora yazır, amma düşünmür ki, məsələn, bu qızların evində ailələri görür. Və ya bir valideyn uşağı istedadlıdır, futbolçu olmasın, fərqi yox. Başqa idmana. O sözləri görür, həmən uşağını oradan deyir, yox, mənim uşağıma da o yazdılar, birdən yəni nəsə. Başa düşürsünüz. Amma halbuki o, məsələn, belə deyim də, bizə olan, sırf bizi mənfiyə aparan, baxırsınız, çoxsu da fake profildən falan yazır, başa düşürsünüz. Adama deyil, cəsarətin varsa, öz profilindən yazır. Tənqiddən də deyil, təhqirə keçirlər bəzən. Düzdür, hal-hazırki halda bu artıq əvvəlki kimi deyil. Təbii ki, elə deyil. Yəni, mən ümumən danışıram ki, rastlaşdığımız vəziyyətlər nədir, yəni. Yenə də deyirəm, yenə də bu idmandan və ya idmançıdan, yəni yaxından, uzaqdan əlaqəsi olmayan insan. Çünki idmana biraz da yaxın olan insanlar bilir ki, idmançının əziyyəti. Yəni, bunun aclığın, toxluğun, ağrıların, zədələrin, yəni hər şey, məsuliyyəti. Yəni, baxın, martın 3-də Bakıda Şimali Makedoniyaya qarşı ilk oyunumuza çıxacaq. Məsələn, belə deyim də, oyunu artıq qrup bəlli olandan həyəcan keçirirəm. Amma o həyəcanı, necə deyim, o mübarizəni ancaq mən verirəm. Amma onu, məsəl üçün, bəlkə də heç ailəmdə də bilmir. Düzdür, bir-iki dostum var, komanda yoldaşım var. Təbii ki, bu normaldır. Əgər idmançı olsam belə, yəni hər hansı bir döyüşə çıxanda, oyuna çıxanda o həyəcanı keçirsənsə, demək ki, sən öz üzərində bir məsuliyyət hiss eləyirsən. Bu normaldır. Bilirəm, normaldır, amma məndə biraz o fərqlidir. Məsəl üçün, belə deyim, mən hal-hazırda mən deyib özümdən danışmaq istəmirəm çox, amma məcburam danışmaq, çünki yaşadığım bir şeydir. Oynadığım klub biraz, belə deyim, olduğum şəhər fitness falan, məsələn, qaldığım yerə yaxın deyilsə. Bu məqama gələcəkdim. Tamam, o zaman siz gəlir, mən ona vurğulayım. Davam elə, danış. Məsələn, qaldığım yerə yaxın deyil. İndi insanlar düşünə bilər ki, indi hər addım başı fitnessdir, fitness mərkəzidir. Amma mən qaldığım yerdə elə deyil. Və ora hər dəfə bir maşının mənə götürməsi lazımdır. Qar bəlkə yox, qar yağmışdı, görə də bilərsiniz. Metri keçmişdi. Gözləyirdim ki, kimsə gəlib mənə fitnessə götürər. Fitness sənin ən sevdiyin idman növüdür? Ən sevdiyim idman növü təbii ki, öz işimdir. Öz işimi sevirəm. Amma fitnesssiz yox, yaşaya bilmirəm. O mənim həyatımın bir hissəsidir. Ona görə yox ki, gedirəm orada, belə deyim, əzələlərimi inkişaf elətdirirəm və ya nəsə. Orada həm də mental inkişaf edirəm, həm psixoloji cəhətdən inkişaf edirəm. Həm
zədələrə qarşı bir məşqlər edirəm ki, zədəni Bərpa minimuma prosesi getsin. Bəli. aha, minimuma endirim. Belə həm də o fitnessdən sonra mən özümü çox yaxşı hiss edirəm. Baxmayaraq ki, məsələn məşqdən çıxıram, öz futbol məşqimdən, komanda məşqimdən çıxıram. Sadəcə biraz yeməyə vaxtım olur, həmən getməm lazımdır. Peşəkar. Manam Allayeva, Motivasiya. Kristina Bakaradze, Reklam. reklam, Coşquna Əliyeva, Nigar Mirzəliyeva, Fidan Cəfərova. Texnika. Texnika, Peritan Bozdaq. Şişirdilmiş. Nətər Timakin şişirdilmiş. Belə oyunçumuz yoxdur. Mən onu yalan deyəmərəm. Təvəzzökar. O da yoxdur. Təvəzzökar yəni özündən razı mənasında. Yo, əksinə. Sadə. Hə. Hə, təkəbbürlü başa düşdüm, üzr istəyirəm. Ayşən Əhmədova. Disiplin. Manam Allayeva. Güc. Güc. Olsun Manya Əsra Yeliz Açar. Zarafatçıl. Jalə Məhsimova. Sən danışanda qeyd etmişdin ki, qaldığın yer 3 dağın arasıdır. Onu mən əslində yaxşı mənada deyirəm. Orada olan insanlara da deyirəm ki, burada sadəcə 3 dənə dağ var. Çünki olduğum yer Türkiyənin Yüksəkova, Hakkari deyilən bir bölgəsi var, oradır. Bir tərəfə baxırsan İraqdır, İraqın dağlarıdır. Bir tərəfə baxırsan İrandır, həqiqətən yerləşir. Bir tərəfdə də Türkiyədir. Yəni həqiqətən 3 dağın arasında kimi belə amma yaxşı anlamda deyirəm. Yəni Təbii ki. oranı da öz belə deyim görməmişəm hələ. Qış ayında getmişəm deyə. Deyirlər ki, aprel-may aylarında çox gözəl olur o yanlar. Qismət olarsa görərəm. İnşallah. Bax, evdən kənardasan və orada təksən də, orada olduğun təklik sənə nə öyrədibdi? Sırf orada deməzdim, artıq evdən çıxdığım gündən deyərdim nə öyrədib. Belə bir söz var, deyir, hədəfləri olan insanlar heç vaxt yorulmurlar. Və ya Amerikan bir basketbolçu var, o deyir ki, yorulmaq beyindədir, yəni. Mən heç vaxt yorulmuram. Əslində, yorulsam da elə bir şeylərdən motivasiya alıram, deyirəm, yorulmuram. Niyə? Çünki hədəflərim var. Bəlkə hansısa hədəfə çatmışam, amma hansısa hədəflərə çatmamışam və hansısa hədəflərə heç vaxt da çatmayacağam. Çünki insan ömrü ona yetməz. Onların uğrunda mübarizə aparıram. Təbii ki, belə deyim, yaxşı ki, məsələn, mən oynadığım klublarda yemək, məsələn, verirlər. Bir idmançı üçün yemək, yuxu, su çox vacib, çox. Yemək bişirmə bacarığım yüksək səviyyədə deyil, amma bir proteinli bir şey özüm üçün hazırlayıb yeyərəm. Amma o qədər yorğun düşürəm ki, yəni ona halım qalmır, yəni. Ona görə də, məsələn, yemək cəhətdən əgər klub onu qarşılayırsa, bu mənim üçün müsbət haldır. Digər çətinlikləri, yəni, düzdür, ac qaldığım vaxtlar da olur. Təbii ki. Məsələn, işıq sönüb qalmışam, heç işığın pulunu ödəməyə nə maaşım olub, nə bir şey. Elə də olub. Çox üzr istəyirəm tamaşaçılardan da, sizdən də. Gedmişəm kluba, məsələn, evlə təmin ediblər, çox üzr istəyirəm. Evə girmişəm, heç yastıq belə yoxdur ki, başımın altına qoyum. Məsələn, üstündə heç pul da olmayıb. Elə olub ki, heç 5 ay maaş da almamışam. Gülməli də olsa deyəcəm, bəzi oyunlara gedəndə samolyotda olan yorğan balışı götürmüşəm, ondan keçirmişəm. Elə də olub, amma heç səsimi çıxarmamışam, dözmüşəm. Ola bilər bu çətinlik deyil, amma ki 39 qızdırma alanda xəstə yatmışam. Yəni niyə? Çünki soyuq olub, evdə ataplenə olmayıb. Məsələn, elə ev veriblər. Amma bunu, məsələn, indi bu dəqiqə ailəm, məsələn, sizin vasitənizlə onu biləcək və ya məşqçilərim. Hətta bilirsiniz,
Mənim bir komanda yoldaşım var, Manə Mollayeva. Onunla Rusiyada, Krasnodarda eyni komandada oynamışıq. İndi hər kəs belə Manyan valideynlər dində eşidir. Bizim belə bir anımız olurdu. Çox ac olurduq. Evdəkilərə falan da bildirmirdik ki, narahat olmasınlar. Bəli. Böyük hipermarketlər olurdu. Acıq, məşqdən gəlmişik. Hipermarketə gedirdik, Allah bağışlasın. Orada çərəz olur da, kilo ilə götürüb çəkməyə. Biraz götürürdük, dadına baxırıq. Göz haqqı vardı. Göz dadına baxırıq, alacaq. Biraz da utana, biraz ondan yirdik. Keçirdik, biraz konfetlərdən bir-iki dənə konfet yirdik. Məsələn, gəlirdik evə. Elə də olub. Yəni Amma bugünkü gün izləyən insanlar deyirlər ki, onlar yığma komandanın pulunu dağıdırlar. Onsuz da deyən insanlar həmişə olacaq. Bir dəfə amma Manya mənim bağışla. Çox utanırdıq, amma çox ac idik. Gəldi konfet, bir dənə götürürdük adama, dadına baxaq deyə. Şirin yapdı da biraz. Gəldi orada satıcı deyir ki, çox dadlıdır. Belə Manya rus dilini, ingilis dilini sərbəst danışır. Manya deyir ki, hə, çox dadlıdır. Yəni, elə vəziyyətdə idi ki, acıq bilmir ki, çox dadlıdır. Heç nə demədi. Mən də deyirəm ki, Manya, nətər eləyə, utandım, bəlkə bir şey də, yəni, üzr xalq. Deyir, heç nə olmaz, deyir, Allah yolumuzu buradan salıb. Bir şey olmaz, pulumuz olanda gələrik, verərik. Yəni 5 aydır heç nə maaş almadıq, yəni heç nə. Və ya deyirik də məsələn yoxdur. Elə bir dönəmlər olub, elə şeylər çox olub. Mən onu çətinlik kimi qəbul eləmirəm. Bilirsiniz, mən elə şeylər məni o qədər möhkəm eləyib ki, yəni yaxşı ki ondan keçmişəm. Uğura gedən yol heç vaxt asan bir şeylərdən əmələ gəlmir. Və ya məsələn, bugün qazandığım bir şeylərə o keçmişdəki o günlərə borcluyam. Təbii ki. Yəni, necə deyim, yəni mən halımdan şükürlüyəm, Allaha çox şükür edirəm. Mən üçün, niyə mən o sınaqları keçmişəm deyə heç vaxt düşünməmişəm. Qoy Allah o sınaqları mənə versin. Çünki o sınaqlardan keçdikcə hədiyyəsi də böyük olur, yəni. Həqiqətən elədir. Ya asan yolda keçdiyin sınaqların hamısı səni bugünkü sən edibdi. Elə deyərdim. Tək qalanda ən çox fikirləşdiyin nə olubdu? Ailəm olub, necədilər? Bəlkə bir sıxıntıları var demirlər, uzaqdayam, çünki həmişə elədir. Amma biz bir ailəyik, mən həmişə hiss eləyirəm nəsə sıxıntı olanda. Öz sıxıntılarımı təbii ki, heç vaxt dilə gətirmirəm, özləri də bilir. Həmişə yaxşıyam və düşünürəm ki, həqiqətən də mən yaxşıyam. Bəlkə 2 nəfərdən, 3 nəfərdən halım yaxşı deyilsə, 5 nəfərdən yaxşıdır, yəni. Yəni, dediyim kimi, sadəcə ailəm olub, bəlkə yaxın, qohumlarım ola bilər. Bilirəm ki, məsələn, kimsə xəstədir, bəlkə həmən an pulum olmur və ya nəsə, utanıram zəng eləməyə, soruşmağa da ki, məsələn, necəsə. Amma bilirəm ki, məsələn, durumu elədir. Yəni, belə şeylər biraz ürəyimə salıram, yəni ürəyimdə çəkirəm. Düşünürəm belə bir şeylər. Heç orada olanda fikirləşmirsən ki, yəni, bura qədər gəlməyimə dəyərdi? Əlbəttə dəyərdi. Əlbəttə dəyər. Özünü sübut etmək üçün oğlan futbolçulardan 2 qat çalışmalı olduğunu heç hiss eləmirsən? Yox. Çünki siz özümə sübut etməliyəm düşünürəm. Yəni özümü maraqlı yanaşmadır. Təbii ki, özümə sübut etməliyəm. İlk mən öz üzərimdə, öz hisslərim, öz beynim üzərimdə, öz emosiyalarım üzərində qalib gəlməliyəm. Əgər mən bunu bacararamsa, yəni zaten hər şeyi bacarmış kimi oluram. Yəni kiminsə fikrinə görə onlardan yaxşı olum deyə. Mən bugünkü gündə də məsələn artıq 32 yaşdayam. Ətrafımda gənc oyunçular da var. Necə deyim, yəni əslində belə baxaq da gənclər yaşı, yəni daha verimli olurlar, daha fiziksel güclü olmalıdırlar, daha necə deyim, çox qaçmalıdırlar. Bədənləri daha sulu olur. Hə, amma məsələn mən o hiss eləmirəm.
Mən onu hiss eləmirəm. Niyə? Çünki mən keçdiyim o ağır yollar ki var, bu gün onun bəhrəsini görürəm. Düzdür, sabah bilmirəm başıma nə gələcək, bilmirəm nə olacaq. Mən hal-hazır ki, saata qədər danışıram ki, yaxşı ki, onları mən yaşamışam və kiməsə sübut etmək üçün deyil, özümə sübut etmək üçün. Karyerandakı ən böyük ədalətsizlik nə olub? Sözün açığı bu haqda danışmaq istəmirəm, amma təbii ki olub. O keçmişdə qalıb. Artıq mən indiki durumda hər şey yaxşıdır. Mən düşünürəm ki, bütün idmançılar bu halla rastlaşıblar. Tək Sevinc Cəfərzadə deyil. O qədər tanınmış idmançılarımız var. İstər Azərbaycanda, istər dünyada. Hər kəs ədalətsizliklə az da olsa, bir dəfə də olsa üzləşib. Yəni mən də o insanlardan biriyəm. Amma yenə də dediyim kimi o anda onu anlamırdım. O bir söz var, deyir, bir gün dönüb arxaya baxdığında başa düşəcəksən ki, bu şeylər niyə baş vermişdi. Mən bu gün o şeyləri niyə baş verdiyini anlayıram. Bəlkə də yaxşı ki, o şeylər baş verdi deyə mən biraz da ucaldım. Amma o günlər Çətin idi. Boğulduğumu hiss eləyirdim. Deyir, o toxumu deyir, bastıranda o bastırıldığını hiss eləyir, amma əslində o əkilib də. Yəni bir zamandan sonra artıq o toxum böyüyəcək. Düzəlir. Bəli. Ona görə də yəni mənim üçün şükür Allaha bu gün hər şey yaxşıdır yəni. Şükür, tək yaxşı olsun. Futbolu emosiyasız oynamaq olmaz. Demirsən bir müsahibəndə. Sənin üçün emosiyanın gücü nədir? Bilirsiniz, ümumiyyətlə mən düşünürəm ki, çox insanlar emosiyalıdır. İstənilən ən səbirli insanda belə emosiya var. Sadəcə bəzi amma insanlar... səndə ekstradır. Ekstra bilirsiniz nə zaman olur? O haqsızlıq olanda. Ekstra o zaman olur ki, sən bir savaş verirsən, amma onun qarşılığı başqa olanda artıq o ekstraya qalxıram. Amma ora qədər isə mən fikrimi deyirəm, bir dəfə deyirəm, 2 dəfə deyirəm, 3 dəfə deyirəm. Axırda görürəm, yox, bu ekstraya qalxmalıdır ki, sənin fikirlərin artıq başa düşsünlər və ya anlasınlar ki, eşidilsin. Eşidilsin ki, Sevinc Cəfərzadə nə demək istəyir. Amma onunla belə yenə də görsən başa düşmürlər. Bax, sənin YouTube-dakı bir müsahibəni izlədim və sən orada çox emosiyalıydın. Oyundan sonra. Belə bir, mən xatırlayıram, orada bəlli bir şeylər olmuşdu. Səhv etmirəmsə, Türkiyə millisinə qarşı oyun idi. Biz Türkiyənin eyni komandadaydıq, eyni qrupdaydıq, üzr istəyirəm. Elə oldu ki, bunu da sizin vasitənizlə açıqlayım. Elə oldu ki, biz Ərzincanda Türkiyə millisinə qarşı oynadıq. 1-0 yenildik. Penaldan qol atıldı, yenildik. Və orada bizə bir üzr istəyirəm, yəni bizə elə bir təpki var idi ki, Türkiyə təbii ki bizə qardaş ölkədir, müəyyən sözlər deyilirdi bizim haqqımızda ora-bura. Qrupda da elə düşmüşük ki, 3 gündən sonra Türkiyə Azərbaycana gəlir və evdə oynayırıq onlara qarşı. Və komandada da o qədər əskikliklərimiz var, oyunçu cəhətdən, zədəli olanlarımız var. Məsəl üçün, əzələsində az da olsa, məsələn, yırtığı olan, nə bilim, başına tikiş qoyulan, o qədər olur bizdə. Yəni, futbol belə idman növüdür. Biz bilərək bunu seçmişik, heç də peşman deyilik, amma deməyim nədir? Gəldik Bakıda, biz Türkiyəni yendik. 1-0 yendik. İndi baxın, ona qədər də bizə qarşı artıq həmişə kimi bir baskılar, bir təpkilər olurdu. O oyunda da mən səhv eləmirəmsə, komanda yoldaşımdan səhv eləmirəmsə kim idi? Ona bir dizlə onun vurulduğunu gördüm. O qız yerə çox pis düşdü, yəni.
çox əsəbləşmişdim orada. Yəni təbii idmandır, qardaşlıqdır, dostluqdur. Təbii ki, idman belə olsa mən nə demək istəyirəm? Hə. Əsla burada belə danışığımda mən Türkiyə millisinə qarşı danışmıram. Sadəcə durumu anlatıram. Bizim insanların durumunu. Yəni mən rəqib Türkiyədə olmaya bilər, başqa komandada ola bilər. Və oradan o nəfəsi kəsilə qalxıb yenə də mücadiləsini verirdi. Fərqi yoxdur, hər bir komanda yoldaşı. Və orada bir şeylər də baş vermişdi. O oyunu yenəndən sonra bizim sevincimizin həddi hududu yox idi. Bilirsiniz niyə? O insanlar onu yanlış anlayır və deyir ki, məsələn, Türkiyə qardaş ölkəni udublar deyə sevinməklərinə bax. Bu oyundur. Bax, siz deyirsiniz oyundur. Amma bir çox insanlara başa sala bilmirsən ki, hər kəs öz ölkəsini təmsil eləyir. Bəli. Məsələn, mənim bacım da ola bilər, qardaşım da ola bilər, fərqli komanda oynaya bilər. İndi mən nə deməliyəm? Bacım o komandadır, mən oyuna çıxmıram. Və ya qardaşım o komanda, mən oyuna çıxmıram. Bu düzgün deyil və professional deyil. Bəli. Ona da qalarsa, belə deyək də, hər kəs öz ölkəsinin adını yüksəyə daşımaq istəyər. Baxın, nə deyirəm? Biz o Türkiyə ilə qazandığımız 3 xalın hesabına play-off'a getdik. Yəni, bayaq vurğuladım, 4 xal topladıq deyə. Play-off'a getdik. Baxın, Azərbaycan qadın futboluna hayanlara daşıdıq. Amma insanların dediyi sözə görə mən orada çox emosiyalı idim ki, birimiz, məsəl üçün, iynə ilə çıxmışıq, birimiz həkimlərimiz, masajistlərimiz sağ olsunlar bizi maksimum oyuna hazırlayırlar ki, maksimum dərəcədə hazır olaq oyuna. Yəni, o çabanı görmürlər deyə, orada emosiyam biraz aşdı, daşdı ki, yəni siz görmürsünüz. Yəni ən azından belə danışmayın. Yəni bunlar qədrin bilin də. Yəni axı biz sizin uğrunuzda bunu edirik ki, siz sevinəsiz, ailələrimiz, xalqımız sevinsin. Yəni biz orada təkcə özümüzü deyil, dövlətimizi təmsil eləyirik və o dövlətin içində, xalqın içində siz də gedirsiniz. Birinci dövlətimizi təmsil eləyirik. Yəni biz yenə də deyirəm, birinci dövlətimizi, sonra yəni biz dövlətimiz biz, yəni biz Azərbaycan vətəndaşıyıq və bundan da çox qürur hissi keçiririk. Sadəcə yenə də deyirəm, yəni o topluma fikir vermək lazım deyil, amma o toplum bizim içimizdədir. Başa sala bilirəm. Necə fikir verməyəsən? Hər gün yanımdan keçir, məsəl üçün. Və ya qarşımdan keçirir o insanlar. O oyuna çıxanda onu unutmalısan. Yox. O deyirdi ki, mənə qəhrəmanlıq lazım deyil. Yəni, o zədəyə görə, məsələn, sən bir həftə buraxarsansa, bir ay buraxarsan. Mənə lazım deyil. Yetər ki, sən onu dilivə gətirdinən ki, mənim ağrım var. Bir həftə sən dincəl, amma mənə bir ay kömək. Məsələn, qarşıda zədələnmə. Amma bizim komandada bu əksinədir. Bu nədən irəli gəlir? Bu bizim ölkəmizi, bayrağımızı, necə deyim, millətimizi sevməyimizdən irəli gəlir. Fərqi yoxdur. Qoy mən istənilən zədəni alım. Beyin onu deyir də. Bilirsiniz necə? Yəni baxın, ayın 3-də məsələn oyunumuz var. Məsələn, mən bilmirəm hansı zədə saxlaya bilər ki, mən oyuna çıxmayım. Bilmirəm yəni. Yəni, o dərəcədə istəyirəm ki, ölkəmi təmsil edeyim. Bilmirəm, nə ola bilər. Yəqin ki, Allah göstərməsin, gərək ayağım qırıla ki, yəni gipsdə olan ki, sən elə bir çağırış eləmə. Yox. Elə bir çağırış olmasın. Yəni, hər şey qaydasında. Amma baxın, amma yenə də elə zədələr var ki, onlar qaçılmazdır. Təbii ki. Bilirsiniz, yəni o qədər ağır zədələr var. Yəni, həyat elə bir şeydir ki, ümumiyyətlə idmanı kənara qoydum da, biz 3 saniyə sonra başımıza nə gələr, onu hesablaya bilmirik. Ona görə də ürəklə danışıram ki, yəni gələcəksə gələcək artıq, onu saxlamaq mümkün deyil. Bax, sosial mediada yazırlar ki, qadın futbolçularımız yoxdur. Yəni, bəzən də aqressiv bir şəkildə yazırlar. Yoxdur, nə mənada yoxdur, anlamda. Yəni, oynaya biləni yoxdur, yəni bizi təmsil eləyəcək idmançı yoxdur. Hər cür tənqidi mesajlar gəlir. Belə istər-istəməz şərhləri oxuyanda içində nə fikirləşirsən? Bilirsiniz, əslində bir çox insanlar yenə də deyirəm, məğlubiyyətə odaqlanıb qalırlar. Bəli. Allah göstərməsin ki, o böyük məğlubiyyət olar. Bayaq yəni vurğuladım. Yəni mən komanda yoldaşlarım 18, 19, 20 yaşları var. Çıxıb İspaniyaya məsələn 8-0 uduzmuşuq. Deyirlər ki, İspaniyaya bunlar 8-0 uduzublar. Amma bilmir ki, bu uşaqlar indi qədəm atırlar futbola. Niyə? Çünki
hər kəsə bəllidir ki, kişi futbolunda uşaq futbolu, yəni çətin durumdadır. Təsəvvür edin, qadın futbolunda uşaq yəni komandaları hansı durumdadır? Normal bir şeydir də, yəni bu, yəni qadın futbolçusunun az olması falan. Amma hər şeyi də buna bağlamıram. Bu toplu şəkildə olan bir problemdir. Burada mentalitet var. Burada belə deyim də, tez həvəsdən düşmə var. Məsələn, baxsan desələr ki, Azərbaycanda idmançı yoxdur, yalan olar. Çünki hal-hazırda bizim milli komandaya baxsaz Bakıdan da var. Mən özüm Lənkərandanam, Zaqataladan var, Mingəçevirdən var, İmişlidən var. Yəni hər rayondan var. Sadəcə çox deyil, amma bu idmançı bir komandanı formalaşdıracaq qədər var. Hal-hazırda var, amma hal-hazırla biz kifayətlənə bilmərik. Gələcəyə getmək üçün bizim belə deyim, gənclərə ehtiyacımız var. O gənclərin də yetişməsi üçün bizim yaxşı belə necə deyim, məşqçilərə ehtiyacımız var. Təbii maddiyyata ehtiyac var. Yəni elə insanlar var ki, onun maddiyyatı yoxdur. Məsələn, elə insanlar da var ki, məsələn, mən o insanları alqışlayıram və rastlaşmışam. Uşağının bu yöndə talantı yoxdur. Amma o uşağını talantlı görür. Elə valideynlər də var. Amma elə valideynlər də var ki, uşağı talantlıdır, uşağını talantlı görmür. Düzdür. Və ya qarşısına bir sədd qoyur ki, yox olmaz və ya dediyim kimi el qınağı və ya mentalitet. Amma bax, burada bir şey də var. Hal-hazırdakı insanlarımızda bir dəyişiklik var, yəni. Deyim ki, 10 il əvvəl necə idi, indi elədir. Yox, təbii ki, nisbətən var dəyişiklik. Bəli. Amma ən gözəli bilsiz nədir? O valideynlər səbr eləyib övladlarının həqiqətən bir yerə gəldiyini görəndə, o vaxt məsələn o vaxt həqiqətən inanıram ki, düşünürlər ki, yaxşı ki, o vaxt qarşısına almadım. Məsələn, ən azından uşağım bu gün ayaq üstə dura bilir, pis vərdişləri yoxdur. Üzr istəyirəm, başqa bir həyat yaşamır, yəni necə deyim, idmandadır, ölkəmi təmsil eləyir, bəlli bir maaşı var. Düzdür, çətin tərəflərinə artıq mən bir neçəsini sadalamışam, amma hər işdə çətinliyi var. Deyim ki, tək futboldadır, sizin işinizdə yoxdur. Elə bir iş yoxdur ki, yəni onun çətinliyi olmasın. Birdən ona kimi sıralayırsan? Pele. Siz çox maraqlıdır ki, 9 nəfər kimdir? Həqiqətən. İndi bax da. Pele futbolun şahı hesab olunur. Düşün ki, indi bundan sonra nələr gələcək. Amma mən düşünürəm ki, mənim sevdiyim oyunçular olacaq orada. Hər kəsin öz sevdiyi oyunçu olur. Ona görə Peleni 2-yə qoyuram. Birə düşünürəm ki, mənim sevdiyim oyunçusunu deyəsiniz, mən onu ora qoyacam. İnşallah. Diego Maradona. Bax, üstünə bastım. Bilirsiniz, yaxşı çalışmış amma. Mən biraz fərqli cavab vermək istəyirəm. Bilirəm, indi yenə də Maradona sevənlər, Pele sevənlər deyəcək, onu niyə birə qoymadı. Amma mənim şəxsi fikrimdir. Çünki mən onların yəni filmini izləmişəm və ya YouTube-dan mən üstünlüyü verəcəm hal-hazırda olan gördüyüm insanların oyununa. Ona görə onları ön sıraya çəkəcəm deyə düşünürəm. Diego Maradona'nı 5. Diego Maradona 5. Okay. Leo Messi. Messi sevənlər düşəcək üstümə. 100%. 3. Cristiano Ronaldo. 1. Okay. Johan Cruyff. Siz niyə mənə old bad goldlardan sual verirsiniz? Dedim axı ən yaxşılar. Tamam. 6. Zinedine Zidane. Zinedine Zidane sevdiyim oyunçudur. Oyunçulardan idi daha doğrusu. 4 boşdur səhvimizdə. 4. Ronaldo Nazario. 8. Okay. Franz Beckenbauer. Ona qoyuram çünki oyuncusunu tanımıram. Okay. Üzr istəyirəm. Ronaldinho. Ay. Onu deyib futbola gəlmişəm, amma Ronaldinho mən bağışlasın. Həqiqətən, yəni 7 boşdur, 7. 7.
Alfredo Di Stefano'dur. Oxuya bilmədim. Siz özünüzü də çətinə salmısınız. Çox təşəkkür. 9 o zaman. 9. Hə. Tamam. Amma məncə yaxşı oldu. Məncə də, hə. Sevinç Cəfərzadə futbolu buraxsa, həyatında ən çox nə üçün darıxır? Bilmirəm, 5 il, 10 il əvvəl bu sual mənə verilsəydi, necə cavab verərdim? Bu gün amma belə cavab verərəm ki, yəni heç nə əbədi deyil. Və hər şeyə beyində hazır olmalısan. Təbii ki, darıxaram. Təbii ki, formanı geyinib öz ölkəmi təmsil eləmək üçün, yəni necə deyim də, yəni bilmirəm, ümumiyyətlə karyeramı bitirəndə necə olacağam. Yəni o anlar üçün, o hisslər üçün darıxaram. Amma bir an var ki, onun üçün çox darıxaram. O hansı anda o himn oxumağımız. Himn oxunanda müxtəlif hisslər keçirirəm. Bilmirəm onu sizə necə başa salım. Kövrəlirəm sözləri deyəndə. Çünki bizim himnimizin hər kəlməsində, hər sözündə məna var başa düşən insanlar üçün. Və belə deyim, orada özümü haldan hala qalıram. Özümü istəsəz Zəngəvar kimi də hiss eləyirəm, istəsəz körpə uşaq kimi də hiss eləyirəm, futbolçu kimi də hiss eləyirəm, məsuliyyətli ölkəsini təmsil edən məsuliyyətli insan kimi də hiss eləyirəm. Yəni hisslər yaşayıram, amma o əvəz olunmazdır. Yəni ona mən sözlə anlata bilmərəm ki, nə hisslər keçirəm. Tüklərim deyirsiniz qalxır bədəndə. Halbuki hər gün, hər 1-2 aydan bir yaşanan bir hisslərdir. Yəni oyunlara bir çıxır, amma hər vaxt eyni hissi keçirirəm. Hər dəfə o çətin situasiyaya düşəndə özünə dediyin bir cümlə olur da insanın. O nədir? Hə, səhv eləmirəmsə, əgər səhv eləyirəmsə, üzr istəyirəm hər kəsdən. Səhv eləmirəmsə, Quran ayəsidir. Deyir, yaxşı anda bitir. Yəni yaxşı, hər şey yaxşıdırsa, bu da bitəcək. Hər şey pisdirsə, bu da bitəcək, yəni. O məni motivasiya eləyir. Bir də Qurandan bir ayə var. Hər çətinlikdən sonra bir asanlıq gəlir. Bunlar mənim favori cümlələrimdir. Həqiqətən belədir. Azərbaycan Milli Yığma komandasının kapitanı olmaq sənə hansı məsuliyyəti yükləyir? Belə deyim, istər bir çox insanlar kapitanlığı sahədə görür. Yəni bandı taxırsan, sahədə fərqlənirsən və ya sahəni seçirsən. Top mənimdir, sahə sizindir. Amma mənim üçün o elə deyil. Yəni bugünkü gün kapitanlıqdan əlavə, təbii ki, kapitan olmaq çox böyük qürur hissidir. Belə deyim, ölkəmin A milli komandasının kapitanı olmaq kim istəməz. Amma bu əgər mənə havalə olunubsa, demək ki, mənə hər kəsin güvəni var və bu həm komanda tərəfindən seçilmişəm, belə deyim, kapitanlıq seçiləndə, həm məşqçilər tərəfindən seçilmişəm. Bunun məsuliyyəti çox ağırdır. Yəni hər cəhətdən. İstər sahanın içində, istər sahanın çölündə, istər evimdə olanda fərqi yoxdur. Çalışıram ki, hər komanda yoldaşıma düşdükləri çətinlikdə kömək eləyə bilim. Elə bir şeylər var ki, mən o köməyi eləyə bilirəm, elə şeylər var ki, artıq mən onu eləyə bilmirəm. Bu fərqi yoxdur, yəni tək sahə deyil. Amma mən öz komanda yoldaşlarımın bir çoxundan danışanda bax deyirəm, komandanın kapitanından əlavə lideri olmaq lazımdır. Yəni lider olmaq lazımdır. Yəni komandanın elə komandalar ola bilər ki, onun kapitanı bilmirəm kimdir, amma lideri başqadır. Başa sala bilirəm nə demək istəyirəm. Ona görə mən həmişə öz üzərimə kapitanlıqdan da əlavə liderliyi də götürürəm. Ki, uşaqlara özgüvəni olsun, özgüvən verə bilim və ya motivasiyası düşmüşsə, motivasiyasını qaldıra bilim. Nə dərəcədə onu bacarıram, bacarmıram, onu mənim komanda yoldaşlarım bilər. Təbii ki, mən də... Məncə onlar şərhdə yazacaqlar. Təbii ki, mən də ideal insan deyiləm, ancaq özümdən danışdım. Amma yəni, ideal insan deyiləm, hər kəsin səhvləri var, düzləri var. Dediyiniz kimi, emosiyalı insanam. Belə yəni. Çalışıram, əlimdən gələn yaxşısını etməyə çalışıram. Yarış. Alqış. Yarış. Qarğış. Yarış. Yarış. Bir də de. Yarış.
Qarğış deyir vallahi. Tamam, dəyişirəm. Dəyiş. Qalib. Karizma. Qalib. Qalib. Olimp. Qalib. Sahib. Qalib. Saç. Qalib. Bilmirəm. Qalib. Tamam, okey. Futbol. Top. Futbol. Futbol. Yes. Tamam. Çempiyon. Çempiyon. Ona bakma. Ya, tamam. Çempiyon. Azərkeşi deyirsiniz? Yok. Çempiyon. Çempiyon, tamam. Hakim. Hakim. Alqış. Hakim. Vallahi hər sözü qarğış kimi başa düşürəm. Tamam, değişik. Hər sözü qarğış kimi başa düşürəm. Finish. Galibi de gösterdi bilmedim. Bir tane. Futbolu. Tamam. Əsas olanı tapdım. Всё. Atlet. Atlet. Alqış. Əla. Next one. Atlet idim. Stadion. 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 Arena. 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 Bunun səsini az qoymusunuz. Rekord. Ne? Rekord. Svetofor. Əla, super. Rekord. Okay, keçirəm. Medal. Başa düşmürəm. Medal. Bədən. Yox. Medal. Medal. Okay. Kubok. Demişdim. Limon. Limon. Yox. Limon. Yox, kubok, kubok. Futbol. Okay. Final. Final. Çay Tamam, olur, kes. final. Papa zəng eləyir. Ad böyle. Ad bu elə necə başa düşdü? Zəng gələndə Ya dayanır. zarafat eləmə. Vardı. Orada neydi? Limon, mandarin, apelsin. Onlar ne gezir orada? İhtimalın tadı yoktu. Gənc qızlara, xüsusən də futbol oynamaq istəyən qızlarımıza nə demək istəyirsən? İlk öncə hər kəsə bəllidir ki, bizim indiki hal-hazırki zamanəmiz belə deyim də çox gözü açıqlığa gətirib çıxarıb. İstər internet üzərinə olsun, sosial şəbəkələr olsun. Bunlara çox vaxt ayırmasınlar. Yəni o birinci bunu istəyərdim. Təbii ki, hər kəsin öz valideyni var, böyüyü var. Onlar ən yaxşısını bilir. Övladları üçün nə yaxşıdır. Çünki sosial şəbəkələr çox zamanımızı alır. Bizi hədəflərimizdən ayırır. Baxırsan ki, üzr istəyirəm, kimsə bəlkə orada bir pul qazanır və ya heç bilinmir nə göstərir, amma 3 saat ona oturub baxanlar var. Həmən o 3 saatı özlərinə sərmayə kimi yatırsınlar. Ən azından çıxıb təmiz hava alsınlar, idmanla məşğul olsunlar, təhsillərinə önəm versinlər. Yəni, bu şeylər çox önəmlidir. Çünki həqiqətən də telefondan və ya internetdən, sosial şəbəkələrdən insanlarda, elə mənim özümdə də asıllıq istər-istəməz yaranır. Bunun əvəzinə yəni, özlərinə yəni, yatırım eləsinlər. İstər dərs cəhətdən olsun, universitet cəhətdən olsun, idman cəhətdən olsun. Bu məsələnin birinci hissəsidir. Çünki bu çox vacibdir. Çünki hər kəsin indi əlində telefon var. Bir deyil, bir neçə dənə bəzilərində. Digər məsələ isə heç vaxt həvəsdən düşməsinlər. Əgər bir getdikləri yolda özlərini uğursuz hesab edirlərsə, bu o demək deyil ki, onlar həyatda uğursuzdular. Ola bilər ki, məsələn, bu yolda uğursuz ola bilərlər, digər yolda mütləqdir ki, onlar uğurludular. Yetər ki, onlar onun necə deyim, axtarıb tapa bilsinlər. Və ya məqsədlərinə çatmaq üçün üzləşdiyi hər çətinliklərə hazır olsunlar. İlk beyin olaraq. Əgər beyin olaraq buna hazırsansa, o öhdəsindən gələ bilərsən. Və bayaq dediyim kimi uğura gedən yol heç vaxt asan olmur. Həmişə çətin olur. Ona görə də bunu əgər beyinlərində anlaya bilsələr, inanın ki, asan da olur bəzən. Bir də bunu demək istəyirəm. Bəzən
mənim həmişə ən sevdiyim sözlərdən biridir. Deyir, bir situasiyaya düşürsən, çətin bilirsən onu. Onun içindən emosiyanı çıxardığında situasiya qalır. Həmişə emosiyalarıyla deyil, bəzən situasiyaları ilə qərar verməyi bilsinlər. Və heç vaxt həvəsdən düşməsinlər. Nə olur olsun. Bir də qıraqdan nəsə deyən insanlara heç vaxt qulaq asmasınlar. Əgər öz bildikləri yolda həqiqətən də ağılla addımlayırlarsa. Çünki bəzən insanlar paxıllıqdan səni düşürməyə çalışır. Bəziləri isə özləri o yerdə ola bilmirlər deyə və istəmirlər ki, kimsə də o yerə gedib çata bilsin. Ona görə həmişə qıraqdan mənfi fikirlər olur və mənfi müsbətdən həmişə çox olur, belə deyim. Amma o başarını əldə eləyəndə, o uğuru əldə eləyəndə müsbət mənfidən çox olur. Sevinç, sən bütün uğurlarını, qalibiyyətlərin hər birini anana həsr edirsən. Bugün anan səni izləyir. Sən ona nə demək istəyirsən? Ümumiyyətlə, belə deyim, ana mənim üçün ən həssas nöqtədir. Ümid edirəm ki, izləyir. Ümid edirəm ki, məni görür və düşünürəm ki, anam məndən az da olsa qürur duyur. Çünki mən onun əsəriyəm. Çünki yaşadığı müddətdə həmişə mənə dəstək, arxa dayaq olub. Baxmayaraq ki, rayon mühitində yaşamışıq, kənd yerində. Həmişə əlindən gələni eləyib ki, mən hədəflərimə çatım, yəni. Həmişə əlindən gələni eləyib ki, arzularıma çatım. Bəlkə də bəlkə də anamın etdiyi duaları mən indi yaşayıram. Amma düşünürəm ki, bu mənim əziyyətimə görədir. Bəlkə də heç ona görə deyil, bu anama görədir. Bilmirəm, hər gün ürəyimdədir, yəni, həmişə. Heç vaxt 5 ildən artıq anamın rəhmətindən bir vaxt keçib, amma ölənlərsə rəhmət, o həmişə mənim qəlbimdədir. Mən onu heç vaxt unutmayacam. Bəzən, bax, belə bir şey deyim sizə, təyyarələrdən çox istifadə edirəm. Demək olar, hər həftə oyunlara gedirik, klubla, milli komanda ilə. Acayib bir turbulanslara düşürəm. Qorxuram bəzən. Bir anda qorxmuram. Bir anlıq qorxmuram. Niyə? O anama görədir. Çünki deyirəm ki, Sevinç, ölsən səni orada qarşılayan var, narahat olma. Yəni, mənim anam həmişə fədakar olub. Belə deyim də, ölüm haqdır. Bilmək olmaz, sabah bizləri nə gözləyir. Amma Allahın qədəri, qisməti, yazısı elə idisə, biz bunu qəbul eləməliyik. Çünki hər kəs ölümü dadacaq. Amma yəni, belə deyim də, mənim anam hər şeydə fədakar idi. İstər ailəmizin içində, istər tutduğumuz yolda, istər həyatımızda fərq eləmir. Ölümdə də o fədakarlıq elədi. Birinci o, yəni, rəhmətə getdi. Və gülərək, yəni, ölümün belə deyim də, belə dik, məğrur da, gözümün qabağında da hər şey. Biraz bu haqda bilmirəm tamaşaçıların nə dərəcədə düzgündür belə şeyləri danışmaq, amma çox istəyərdim ki, mən hal-hazırda eşidən insanlar anaların qədrini bilsinlər. Yəni, bu dünyada hər şey taparsan, ana tapmarsan. Anan sənə fəxr edir? Əslində bilmirəm, anam məndən fəxr edir, amma mən ondan çox fəxr edirəm. Yəni, sağ olsun ki, bizə həyatda necə güclü qalmağımızı öyrədib. Əslində mən deyirəm, xaricə getdim, məsələn, orada belə azlıqla mübarizə apardım, aynəbimlə. Əslində mənim anam da azlıqla mübarizə aparıb və bizə o yol, onları öyrətmişdi, yəni. İstəyir göstərərək, istəyir durumlardan. Bir şey amma çox istəyərdim. Son, belə deyim də, illərdə bir çox şeylər əldə eləmişəm. Amma həyatı şeylərdir, yəni fani bir şeylərdir, bu dünyada qalan bir şeylərdir. Yəni istəyərdim ki, anam onları görsün və ümid edirəm görür ki, daha o əziyyətləri onun övladları çəkmir.
yəni daha o sıxıntıları onun övladları belə deyim də az da olsa yaşamır. Və ona görə mən mübarizəmi aparıram həm idmanda, həm qazanc tərəfdən ki, mən həm özümü, həm ailəmi bacardığım qədər ayaqda saxlamağa çalışım. İndi bu Allah nə qədər qismət eləyər o qədərdir. Yenə də deyirəm, yəni kimsə əgər məni güclü görürsə, bunu görən dostlarım var, yəni məni tanıyan insanlar var. Bu mənə görə deyil, bu Allaha və anama görədir. Gəldiyiniz üçün çox sağ ol. Siz də dəvətiniz üçün təşəkkür edirəm. Sağ olun. Əziyyət keçən hər kəsə minnətdaram.